Mən sual verirəm, necə daha rahat yaşayaq? Cavab, rahatlığımıza zidd olan əməllər eləyək, rahat yaşayaq. Bu cümlə zahirən ziddiyyətlidir, amma yoldur, əsas yoldur. Necə daha rahat, bunu bir daha deyirəm, necə daha rahat yaşayaq? Rahatlığımıza zidd olan işləri görək ki, rahat yaşayaq. İdman elə, canlı vəziyyət verirsən, amma rahat yaşayırsan, sağlam yaşayırsan. İdman əziyyətli də rahatlığı pozmaqdır. İdman eləyəndə sən rahatlığı pozmusan. Məsələn, varlı olmaq istəyirsən, varlı olmaq üçün zahirən birinci birbaşa yol, ağla gələn yol nədir? İşləyib pulu toplamaq. Toplayım ki, varlı olum. Amma qayda əksidir. Deyir ki, xərclə ki, varlı olasan. Xərclə, sədəqə ver, xums ver, zəkat ver bunları. Ver. Dini məsələ deyil ha bu. Din demir, bunu həyatın qaydasıdır. Din də təsdiq edir. Həyatı belə tərtib edirlər ki, varlı olmaq istəyən xərcləməlidir. Xərclədikcə artır. Ağacı budadıqca böyüdüyü kimi, sərvəti xərclədikcə artır. Amma ağla gələn birinci nədir? Yığım ki, pulu xərcləyərsən azalar da, sadə məntiqlə. Amma biraz dərinə gedəndə əksi olur. Hansısa mənafiyə çatmaq üçün bu hər yerdə deyil. Bir çox yerdə belədir ki, onun əksinə əməl elə. Quran buyurur ki, və yərzuqhum min haythu la yahtasib. Deyir, onlara hesablamadığı yerdən ruzi verər Allah. Necə yəni, nə deməkdir bu? Yəni, həmişə hesablamaları birbaşadır. 2 vur 2, 4. Dərhal birbaşa hesablayır, amma Allah başqa qaydalar qoyub. Tamam başqa yerdən. Dünya başqa cür tərtib olunub. Dünya başqa cür düzənlənib. Və mən yəttəqillah, kim təqvaya riayət etsə, Allahla münasibətini düzəltsə, yəcəlləhu məxrəca, sıxıntılardan çıxış yolu qərar verər onun üçün. O sıxıntılardan çıxar və yərzuqhu min haythu la yahtasib və hesablamadığı yerdən ruzi verər. Deyir ki, problemin içindəsən, sənə təqva yolunu təklif edir. Deyir ki, get Allahla münasibətini düzəlt, problemdən çıxasan. Zahirən nə əlaqəsi var? Təqvanın, problemlərin, düyünlərin açılmağı ilə zahir əlaqəsi nədir? Adamlar bilmir. Allah başqa yollar təqdim edir. Bu qaydaları mənimsəmək lazımdır. Ən sadə misal dediyim idmandır. İdmandır. Məsələn, primitiv məntiqlə necədir? Rahatlıq istəyirəm, oturum yayılım bütün günü, oturum rahatam da, canım rahatdır. Zahiri məntiq budur. Amma həyat qaydası belə deyil. Həyat qaydası deyirsən ki, canın rahat olsun, dur canı vəziyyət ver. Canı vəziyyət ver, qaz, gəz, dolan, hərəkət elə, piyada gəz, ki mən özüm heç bir əməl eləmirəm deyə dilim qısadır, amma belə olmalıdır ki, canın sonra rahat olsun. Sonra rahat yaşayasan, rahatlığa bu yolla çat. Zahiri hesablamalar bir cür olur. Ağıllı adamlar başqa cür görürlər məsələləri. Ağıllı adamlar, qaydaları bilirlər. Ona görə görürsən, ariflər var, ürəfa, üləma, xüsusi insanlar var. Görürsən ki, onlar o qaydalarla yaşayır, o qaydaları tanıyır və müvəffəq olurlar və aramdılar, rahatdılar. Bu, bunu vurnuxur, alındıra bilmir. Çünki onlar o qaydaları tanıyıblar. Bədənin güclü olsun, o saat deyir, çox iyi canın gücə gəlsin. Biz də uşaqlarımıza belə nəsiyyət edir. İyi canın nəmnəyə gəlsin. Amma din yox, həyat bunu deyir və din də bunu təsdiq edir ki, az ye, qədərində ye, az. Düzgün, faydalı şeylər ye, az ye, bədənin gücə gəlsin. Varlı olmaq istəyirsən, xərclə. Və belə. Əziz olmaq istəyirsən, cəmaatın içində hörmətli və əziz olmaq istəyirsən, gizli yaxşılıq elə. Əziz olmaq istəyən neyinir? Ona deyir, mən sən filan şey elədim ki, bunun yanında əziz olsun, buna deyir. Ağla gələn yol budur da birinci. Eləyim, cəmaat görsün, mənə hörmət eləsin. Amma qayda belə deyil. Kim ki onu eləyir, deyir, hörmət elə olmur adam. Bunu aparıb müqəddəsat, mənəviyyat kateqoriyasına aparmayaq. Əvvəl praktiki qayda kimi mənimsəyək. Bu həyat qaydasıdır.
Bizim ən böyük dərdimiz budur ki, həmişə mən bunu yorulmadan deyirəm ki, biz dini qaydaları ancaq həyatla əlaqəsi olmayan müqəddəs nəsə bir həyata uzlaşmayan müqəddəs qaydalar kimi yaxşılığı gizlət, güya bu məsələn irfani bir şeydir. Yox, yaxşılığı gizlədərsən, hörmətli olarsan. Qayda belədir. Nəticəsini görərsən. Dünyadakı nizam, indi qurulan nizam, amma əksini təlqin eləyir cəmaata. Tələskən bir nizam qurulub, mənfəət məqsədə çevrilib və əslində ziyanı mənfəət adlandırır müasir dünya. Ziyan mənfəət adlanır. Deyir, ləzzət istəyirsənsə, get ləzzətə tərəf. Müasir dünya bunu təlqin eləyir. Din deyir ki, ləzzət istəyirsənsə, ləzzəti məhdudlaşdır ki, ləzzət çoxalasan. Qəribə bir şeydir. Ləzzət istəyirsənsə, ləzzətə yox de, ləzzətin çox olacaq. Ciddi ilə get. Məsələn, cinsi ləzzət həyatda, üzr istəyirəm də, bu həyatın zərurətlərindən biridir. Cinsi ləzzət ona tətbiq olunan məhdudiyyətlə artır. Çox özünü buraxan, üzr istəyirəm, insanlar, əyyaş adamlar, cinsi ləzzəti azalır onların həyatda. Qarşısını açmaqla, çox etməklə ləzzət çoxalmır. Hicab bu baxımdan müqəddəsat olmaqdan əlavə praktiki bir qaydadır. Hicab cinsi ehtirasa qoyulan məhdudiyyətdir və nəticədə insanın cinsi münasibətdən aldığı ləzzətin keyfiyyəti artır. Üzr istəyirəm, mən belə açıq danışıram, çünki bu bəhsdə mövzudur, elmi mövzudur. Burada başqa bir məqsəd yoxdur ki, təbii ki. Biz deyirik, hicab bir dəyərdir, filandır. Onda bir söz nə olur? Cəmaat deyir ki, dəyərləri saxlayın özünüzə. Biz praktiki həyat yaşayıb, keyf eləmək istəyirik, xoşbəxt olmaq istəyirik. Siz deyirsiniz, hicab dəyərdir, filan. Nə qədər ki, biz dinimizin hökmlərini ancaq dəyər müstəvisində, dəyər kontekstində təqdim elədiyi yanlışlıq olacaq. Başa düşməyəcəklər. Mən bu stakanı buradan götürüb yerə atsam, bu stakan sınacaq. Kiminsə ayağına batacaq. Mən bunu bura atmıramsa demirlər, gör nə müqəddəs, nurani adamdır, stakanı vurub sındırmır. Əslində bütün dini qaydalar belədir. Bütün dini qaydalar belədir. Hicab budur ki, cəmiyyətdə açıq-saçıqlıq insana və cəmiyyətə zərbə vurur. Praktiki bir qayda. Təyyarədə demirlər, kəmərləri bağlayın. Bu qədər praktikidir dinin bütün qaydaları. Hamısı qaydaları belədir. Bunlar din yox, həyat qaydalarıdır. Din gəlir, həyat qaydalarını izah edir, şərh eləyir. Çoxlar dini ona görə başa düşmür, bilirsiniz. Sətib düşüncəli adamlar, adamların çoxunun, üzr istəyirəm bu sözümə görə, ağlı çatmır dini başa düşsün, vallah. Ağlı çatmır. Deyib, bu nə sözlərdir, zid söz danışır. Mən deyirəm, acından ölürəm, bu da get sədəqə ver. Başlayır gülməyə. Peyğəmbərlər niyə ələ salıblar? Ağılları çatmayıb sözlərini başa düşsün. Başlayıblar gülməyə, ələ salmağa. Bütün peyğəmbərləri Quran buyurur ki, məsxərə eləyiblər, istehza eləyiblər, ələ salıblar. Bütün peyğəmbərləri. Mə yətihim min rəsulin illə kənu bihi yəstəhziun. Quran deyir. Elə bir peyğəmbər göndərmədi ki, onu məsxərə eləməsinlər. Niyə görə? Ona görə ki, adam deyir ki, sıxıntı içindəyəm, pis gündəyəm, çörək tapmıram yeməyə. Peyğəmbər deyir, get sədəqə ver, başlayırlar gülməyə. Nəuzubillah, deyirlər, bunların ağlı yoxdur. Mən deyirəm, pulum yoxdur, deyir, get sədəqə ver. Daha bilmir ki, sənin ağlın çatmır o qaydanı kəşf eləməyə. Həyat qaydasından xəbərin yoxdur. Sənin ağlın çatmır. Adam da bilmədiyi, ağlı çatmadığı şeyi gülür. Elə bilir ki, özü çox ağıllıdır, bu burlar primitiv. Sən demə, özü primitiv düşüncəlidir, daha ağıllı məsələni qəbul eləyə bilmir. Allah ki, deyir, və yərzuqhu min haytu la yahtasib. İzin verin mənə bir qədər fürsət verin və diqqətinizlə yardım edin ki, mən bunu sizə izah edeyim fərqli kontekstdə. Allah deyir ki, hesablamadıqları yerdən ruzu verərəm. Deyir ki, təqvalı olsaz, bir adam təqvalı olsa. Təqva yadınızda neçə cümədə danışdıqda. Təqva yəni bir adamın Allahla münasibəti düz olsa, biz ona güman eləmədiyi yerdən ruzu verərik. Hesablamadığı yerdən. Bunun mənası bu deyil ki, Allah hesab kitabsız iş görür.
Hesablamadığın yerdən ruzi verərəm mənası bu deyil ki, Allah hikmətsiz iş görür, qaydasız iş görür. Allah elə belə deyir ki, məsələn, gedin filan yerə, işin dalıca. Sonra deyir ki, yox, mən buradan düzəltmirəm, səni gör, necə xarab eləyirəm. Sən bura getdin, mən bu yanından verdim və yanır gülür bəndəsinə. Nəuzubillah. Allah belə Allah deyil. Ki, bir yerə gedəsən, özü planını, sənin planını pozsun, dağıtsın və desin, gördün mən başqa yerin, nə marağı var? Niyə görə belə eləyir? Kefi belə istəyir, eləyir, yox. O ki, deyir, bax, budur sözüm. Hesab kitab etmədiyin yerdən sənə ruzu verərəm. Yəni, sənin hesab kitabın səhvdir. Bunu demək istəyir. Sən hesab kitab eləmirsən, səhv hesab kitab eləmirsən. Sən güman eləmədiyin yerdədir düzgün yol. Tam başqa yolla getməlisən. Yəni, sən maddi hesablamaların səhvdir. Sənin hesab kitabın düz deyil. Yoxsa hər hesab kitab səhv deyil. Bəzi adam düz hesab kitab eləyər, Allah elə hesabladığı yerdən verir. Elə budur, bunu kəşf eləmək lazımdır ki, əksər hallarda hesabladığın yerdən versin. Məsələn, biri ruzi üçün sədəqə verir, Allah deyir, sən ki, belə hesablamışdın, axı, mən Allahım gərək hesabı pozam, mən burada pozuram, yox. Deyir ki, bu hesabı düz eləsən, bəli, elə hesabladığın yerdən də qazanarsan. Adamlar var, ona görə demək olar həyatda yanılmır. Hesabları o qədər dəqiqdir, o qədər ağıllıdırlar. Sən ki, oğurlayıb varlı olmaq istəyirsən, hesab kitabın zəifdir, yanlışdır, səhvdir. Sən oğurlayıb sərvətə sahib olacaqsan, 7 qatı canından və nəslinin canından çıxacaq. Sən fəqirliyə düçar olacaqsan. Ruzi sənin hesablamadığın yerdə, oğurluqda deyil. Oğurluq da birbaşa kimisə cibinə girmək deyil. Oğurluğun maşallah olmasına o qədər çeşidləri var ki. İndi. Nəyə ki, səhv hesabladın, Allah deyir, sənin hesabladığın yerdən yox, düz hesab olan yerdən verəcəm və buna deyir, hesablamadığın yerdən. Buna deyir. Allah deyir, bir çox şeyə birbaşa getmə. Əksinə get, oradadır yolu. Əksindədir. Bir çox nəticələrin əksinə gedəndə nəticə oradadır. Birbaşa gedəndə nəticə səndən qaçır. Nəticə səndən qaçır. İmam Hüseyin əleyhissalamın ziyarətinə deyir, 1 manat pul xərcləyərsən, bir zəvvara pul verərsən ki, get İmam Hüseyini ziyarət elə. Qabaq çox idi belə adamlar, indi bilmirəm. Özü də gedirdi, yanına qədər adam aparırdı. Ya özü gedənmirdi, deyirdi, mən filan qədər adam göndərirəm. Deyir ki, 10.000 bərabər sənə ruzu gələcək. O bəzən belə olur belə. Ziyarətdən gəlirsən, birdən-birə verir sənə. Adamlar var, deyir, bax, getdim, bu qədər xərclədim, qaydan kimi oldu. Bəzən də elə olmur. Hesabı oturulur, mənəvi hesabı var. Neçə il ərzində 10.000 bərabərini verir sənə, sən bilmirsən amma. Sən deyirsən, mən filan yerdə filan işi qurdum, qazandım, qaydanı bilmirsən. O həmin o ziyarətə adam göndərmişdini ondan hesabıva köçürdüblər. Qaydaydı o, qaydadır. Neçə ilə verəcək ola bilsin. Və yaxud da göndərdinsə, vermədisə, yenə deyirəm, ola bilər təqdir idi, sən bir şey elədin ki, onu xarab elədin, gəlib çıxmadı. Yoxsa o hesabındaydı. Neylənsə xarab elədin, başqa iş gördün. Və yaxud da hələ saxlayıb, dondurub ki, sən başqa bir şeylərlə imtihan olunasan, uzaq çıxasan, sonra o hazırdır. Onu birdən versin. Allahdır da işləri belədir və bu işlər həyat qaydaları ilə tənzimlənir. Adamların çoxu başqa cür elirdi, xərcləməyin varlı olum. Allah deyir ki, bu həyatı mən yaratmamışam. Xərcləyirsən, bunu iqtisadiyyat da yavaş-yavaş izah eləməyə başlayıb. Mən bir iqtisadçı dostlarımız var, arada danışırıq, deyir, bəli, xərcləməklə artırsan. Bu praktikləşir. Yavaş-yavaş gün o gün olsun ki, dinin bütün qaydaları elmi nöqteyi nəzərdən belə təsdiq olunsun ki, mən burada onda bu qədər danışmaram inşallah. Bir gün gələr ki, mən deyərəm ki, xərcləməklə pulunu artır, hamı deyər, düzdür də, düzdür, keçək bu sözdən də, aydın təsdiq olunub bu.
Kaş belə bir gün elə olacaq, axirət zaman haqqında oxuyursan, deyir ki, ağıl dini təsdiqləyəcək, praktika dini təsdiqləyəcək. Asan olacaq danışmaq. İmam Zaman üçün iş bir mənada asan olacaq, işarədən cəmaat tutacaq ki, aydındır da, izaha ehtiyac yox. İndi ruhani dəridən, qabıqdan çıxır, çünki düzən başqa yerə gedib, cəmaatın beyni başqa cürdür. Sən kərpiz təzdən qurursan, and içirsən, vallah belədir, billah belədir, yenə baxırlar üzvə, yenə də gedir, pulunu yığır. Deyirsən, filan şey nəsə lazımdır, vermir, yox. Burada qulaq asır, başını yerləyir, ya belə təəccüblə baxır, ya inanmır. Sonra da nəticə də belə olur. Öz həyatımdan da görmüşəm mən bunu ki, nə zaman xərcləyirsən, Allah verir. Düz indi mən belə bir sərvət sahibi deyiləm, onu da adıma söz çıxardarlar ki, xərcləyirsən. Amma adamın hər bir halda bir qaydadır, onu xərcləyirsən, görürsən ki, dərhal gəlir. Təcrübədən keçirdə bilərsən. Yığ saxla, görürsən ki, də artmır. Belə bilir ki, ruzu Allahın əlində deyil, inanmır, xəzinə onun əlindədir. Məsələn, belə də Allah deyək ki, bunu verdim sənə, apar fəqirlərə ver. Aparıb verəsən desən, pul qutardı. Vay, neynədin sən? Elə Allah ola bilər. Allah ki, bunu sənə verib deyir, bunu apar ver onlara. Deməli, mənim əlimdədir, mən yenə verəcəm də sənə. Bunlar həm ilahi qaydadır, həm də and olsun Allaha təbii qaydalardır. Təbii, praktiki, həyat qaydaları. Məsələn, deyir ki, وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Deyir ki, kim, bax buna qulaq asın, kim Allahla münasibətini düzəltsə, o giriftarlıqlardan, düyünlərdən çıxış yolu verər ona. Yəni, olur, neynim, Bakılıların bir duası var, mən başqa yerlərdə var, deyir, Allah səni neynim deməyə qoymasın, yaxşı duadır bu. Otursan, neynim, çarə tapan bilsən. Quran deyir ki, neynim deyəndə ki, neynim, yol tapan bilsən, onda deyir, وَمَنْ يَتَّقِ اللّٰهِ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim təqvalı olsa, Allahla münasibəti yaxşı olsa, o, həmin o neynim vaxtında Allah birdən çıxış yol açar, özü də təəccüblənər. Deməli, sən düşmüsən bir problemə. Özünü öldürürsən, düzəlmir. Din deyir, başqa yolla get. Allah belə deyir, başqa yolla get. Dur məsələn, namaz qıl. Quran deyir, namazdan kömək al. Yenə deyirəm, mənə düz başa düşünə, sabah deməsinlər, o qədər kəsirlər çıxışlarımızı. Qorxuruq danışmağa. Mənası bu deyil ki, filan kəs dedi ki, problem olanda həll eləmə, otur namaz qıl. Mən bunu demirəm. Açıq deyirəm ki, belə demirəm mən. Problemin olanda, düyünün var, həll eləyirsən, o qədər olur, vurnuxursan, düzəlmir. Düzəlmir. Deyir, dur, namaz qıl. Namaz qıl. Peyğəmbər döyüşdə görəndə ki, iş çətinləşib, döyüşün içində dayanardı, namaz qılardı. Mənası budur ki, yəni, namaz qılım, dua eləyim, ay Allah, düyünlərim aç, yox. Namazda dua eləmirsən ki, bir dənə qunutunda dua var da, namaz qıl sadəcə. Allahu Əkbər, problemlərin içində, dur namaz qıl. Bismillahirrahmanirrahim. Bizim namazda, həmin tanıdığımız namaz. Elhamdülillah Rabbil Alemin. Ər-Rahmanir-Rahim. Sən rəhimlisən, sən rəhmansan, həmd olsun sənə. Maliki yevmiddin. Problem içində boğulur, deyir ki, sən din gününün sahibisən, ilahi. Qiyamət günü əlimdən tut. Qiyamət günü əlimdən tut. İyyəkə nə'budu. Mən sənə ibadət edirəm. Allah deyir ki, mələklər, baxın, gör nə böyük adamdır. Problem məngənəsində sıxılır, mənim qiyamətimdən danışır. Deyir ki, qiyamət günü əlimdən tut, filan. Heç elə bir problemlər bunluq deyildi. Dedim, əksini get. Əslində, təbii qayda nədir? Cəmaat nə deyir ki, problemin varsa narahat olmalısan da, qanı qara oturmalısan. Ay Allah, neyniyim? Bu əksin deyir. Deyir, rahat ol, problemi həll eləyim. Rahat ol, problemi həll eləyim. Bu problemlərin içində boğulur. Axirətdən, qiyamətdən danışır mənə. Allah da deyir ki, mələklər, bunun problemini həll edin. Ne üçün? Çünki mən problemi vermişdim ki, mənə diqqət eləsin. Bu namazla diqqət elədi də problemə nə ehtiyac? Əsas problem bunun üçündür ki, bəla məni yadına salsın. Bu namazla məni yad elədirsə də problemi götürün də yolundan. Həll eləyin, çıxsın, geçsin. Həll eləyir problemi. Zahirən oturub problemli adam, hamı deyər nədir? Otur dərd çəkir. Nə arsız adamsan? Bəzi adam var arsızlığı heç. Mən arsızlıqdan danışmıram. Aramlıq.
söykənmək, böyümək. Problem vaxtı təbii qayda budur ki, problem adamı narahat eləyir. Sən təbii qaydanın əksinə get, problem səni narahat eləməsin, onda problemin həlli olur. Əksinə get, ziddinə get. Hərdən bizə deyir ki, olub bunu alimlərin hamısı deyib, Peyğəmbər də deyib. Gəlməsən mənə deyir ki, vəziyyətim ağırdır, deyirsən, get sədəqə ver. Gülür ya, əsəbləşir mənim əlimlə, hiss edirəm gözündən ki, bu dəli olub, nə danışır bu? Əsəbləşir. Məsələn, deyir ki, problemin var, deyirsən ki, get. Namazda Allahdan başqa heç nəyə diqqət eləmə. Bir neçə namazda, həmişə yox. Öz-özünə deyir ki, nə əlaqəsi? Mən deyirəm, problemim var, bu yenə namazı gətirir. Elə bilir ki, sən yenə də mollalığın tutub, ruhaniliyin tutub, yapışmışsa elə bəhanən. Yox, qaydadır bu. Bu qaydadır. Birbaşa deyil də, bilirsiniz, sən namazda, bir daha deyirəm, o problemə diqqət eləməyəndə böyüyürsən. Əvvəla problema sanlaşır sənin üçün. İkincisi, Allah deyir ki, mən problemi buna niyə vermişdim? Mənə diqqət eləsin. Mənə diqqət eləsin. Bu isə problemi böyütdü, problemə diqqət elədi, mən yaddan çıxdım. Bu ki, gəldi namazda mənə diqqət elədi, vəssalam, məqsədə çatdıq, vəssalam, problemi götürün. Belə dolayı yoldur, fərqli yoldur. Bir nəfər gəlir, İmam Cavad əleyhissalama deyir ki, ağa, bax, mən dəhşət vəziyyətdəyəm. Biçarəyəm, bədbəxt olmuşam, da yaşaya bilmirəm, necədir? Hər tərəfdən təzyiq var mənə. Paxıllar paxıllığımı çəkir, danışır. Cəmaat mənim üçün sözlər deyir. Din düşmənləri, dinimə görə mənlə mübarizə aparır. Möminlər mənə əziyyət verir. Olur belə. Mənim özümün başıma çox gəlib. Hər tərəfdən nəsə deyirlər. O deyir, filankəsin adamıdır. Bu deyir, filankəsin adamıdır. Bu ki deyir, o filankəsin adamıdır. O filankəs də deyir ki, o mənim adamım deyil. Filankəsin adamıdır. Başa düşürsünüz, dindar bir cür sökür, mən dinsiz bir cür, düşmən bir cür, hər tərəfdən. Baxırsınız, görürsən ki, hər tayfa sənə qarşı dayanıb, hər cür tayfa. Bu da mənim günümdəymiş, biçarə. Gedib İmam Cavad əleyhissalamın yanına, deyib ki, bəs belədir vəziyyət ki, hər tərəfdən belədir, imam nədirsə yaxşıdır. İmam deyir ki, fərar elə İmam Hüseynə tərəf, qaç Kərbəlaya. Nə əlaqəsi? Kərbəlanın bununla nə əlaqəsi? Biz deyərik ki, gedim ağızların yumum, çağırım söhbətə. Filan kəs, gəl səni qane eləyəcəm, danış. Bunlar razılaşdı. Keçək o biri dəstəyə, danış, onu da razılaş. Keçək o birisi dəstəyə. Belə olmur. Hər şey danışmaqla düzəlsəydi, onda Peyğəmbərin bir dənə düşməni olmamalıydı. Danışıb qane eləməkdə bizdən hamıdan güclü Peyğəmbərdir, elə deyil. Danışmaqla düzəlmir ki. Nə deyir? Deyir ki, başını burax. Onlar nə deyirsin? Sən ged İmam Hüseynə tərəf. Yəni, get Kərbəlaya, otur, çətinlikləri həll eləmə demir. Deyir ki, içində başını burax. Əməlli ola bilsin ki, nəsə eləsin. Başını burax, yəni içindən çıxart. Ged otur, problemlərin içində olan halda. Ged otur hərəmdə dinlən ki, ya Abdullah, sən nə qədər çətin oldu sənin üçün. Xanım Zeynəbin müsibətlərin yadıva sal. Deyirən ki, sən nə qədər əziyyət çəkdi, siz yollarda nələr oldu. Allah baxır mələklərə deyir, görürsünüz nə qədər dərdi sər var, unudub. Gəlib, böyük adamın dərdini özünə dərd eləyib. Onda dərdlərini çıxardın ürəyindən. Da buna dərd vermirik. Bu dərdlər həll olundu. Çünki özü böyüklüyünü sübut elədi. Görür ki, bu böyüdür. Problemlərin çoxu əksini eləməklə həll olunur. Problemi şişirtməzsən həll olunar. Problem dərd gətirən şeydir təbiətən. Sən problemdən aram ol, dərd çəkmə, problemin həll olunsun. Allah niyə belə qaydalar qoyub? Ona görə belə qaydalar qoyub ki, Allahı görəsən, o ilə yaşayasan. Qaydaları belə ona görə qoyub. Ailədə problem varsa, deməli, ailə üzvləri Allahla yaşamırlar. Ancaq bir-biri ilə yaşayırlar. Ona görə. Qaydalar fərqlidir. Mən yəttəqillah, kim mənlə münasibətini düzəltsə, təqva budur da, mənlə münasibətini düzəltsə, yəcəlləhu məxrəcə. Vurnuxmaqla deyil. Ağıllı addım atmaq heç, amma vurnuxmaq yox. Mənlə münasibəti düzəlt, boynuma düşəni ged elə, bir görürsən ki, elə rahat həll olundu. Sən demə, olub həyatda, nə boyda problem, bir saniyədə heç nə olub. Birdən fərəz gəlir, hasıl olur. Deyir ki, mən düyünün, orada dedi ki, mənlə xarab eləmişdim. Ged o yoldan gəl, düzəldim.
Mənim əlimdədir hər şey. Çalışmayın bəs, çalış gözün məndə olsun. Çalış gözün məndə olsun. Bil ki, düyüm açmaq mənim əlimdə heç nədir. İmam Sadiq əleyhissalamdan birinin alış-verişi olur. İmamlarda da belə şey olur. Biz elə bir imamlar ancaq ibadət eləyib. İmamlar yer beləyib, ticarət eləyib, alış-veriş eləyib, borc alıb, borc verib. İmam Sadiqdən bir alış-verişi olur. Gedir falçıya filana baxır, hansı gün münasibdir, o gün var da o alış-verişin münasib gündə falçılarda filan. Həmin günə təyin eləyir və gəlir imamma pul verir, nəsə alır, bilməm nə eləyir. Birazdan şərait belə olur ki, görür ki, bu çox xeyir eləyənmədi, düşündüyü deyil. Sən deməmirsən, bunu daha yaxşı ticarət eləyə bilər, daha çox qazana bilərdi, ziyan elədi biraz. Nəinki əstəğfurullah, imam danışdığı, o qoyduğu vaxta gəlir, danışdığı məbləği verir və salam. Bu hesablayır, görür ki, ziyan elədi, zərər elədi. Gəlir İmam Sadiq əleyhissalamın yanına, deyir ki, mən getdim falçıya, münəccimə filan, mənə dedilər bugün filan gəldim elədim, amma iş sənin xeyrinə qutardı, mənim ziyanıma. İmam deyir ki, problem ona görədir ki, sən getdin falçıya, pənah apardın, mən Allaha, mən heç nə eləmədim ki, sədəqə verdim, Allaha sığındım, gəldim və qazandım. Bu işdən daha çox qazanan yəni mən oldum. Daha çox qazanan mən oldum. Bəzi hallar var ki, sən sadəcə aram olacaqsan, Allah həll edəcək sənin problemini. Sadəcə aramlıq istəyir. Mənası bu deyil, qurban olum sizə səhv başa düşməyin, dindar heç nə hesablamamalıdır, oturmalıdır, elə deməlidir ki, Allah yox, bunu hansı ağıllı adam deyə bilər? Qətiyyən. Hesabla, düz hesabla, düz hesabla. Hesabla, düz hesabla yox. Hesabla, amma düz hesabla. Qaydaları düz tanı, bəli, düz hesabla hərəkət elə qazanacaqsın. Misal üçün, cavanlar şəhidliyə aşiq olsalar, müharibə olmur. Çünki cavanlar şəhidliyə arzulayanda, düşmən onu görür, qorxur yaxın düşməyə. Bəzən şəhidlikdən elə bilirlər ki, ancaq müharibədə şəhidlikdən danışmaq lazımdır. Deyir, müharibə qutarıb da nə qədər şəhidlikdən danışaq. Şəhidlik müharibəyə dəvət deyil, şəhidliyə hazır olan gənclər ordusu varsa, heç bir həyata bağlılığı onu vətən yolunda şəhid olmaqdan saxlaya bilmirsə, düşmən görür ki, bunlara yaxın düşmək olmaz, cəmaat sülh içində yaşayır. Cəmaatın sülh içində yaşamağı ölümə hazır olmağındadır. Şəhadəti qəbul eləməyindədir. Amma adi hesablama bu deyil. Rahat həyat istəyirsən, mövzumuz yaddan çıxmasınlar, rahat həyat haqqında danışırıq. Çətinliklərə tərəf get. Çətinliklərə tərəf getdikcə asanlaşır yaşamaq, sən rahat olursan. Sumu təsihhu. Oruç tutun, sağlam olun. Orucun çətinliyi, sağlamlığın rahatlığı. Bu həyat belə tərtib olunur. Belə tərtib olunur. Bir daha qaydaları deyirəm. Bunları yaza bilərsiniz. Böyük olmaq istəyirsən, kiçilməlisən. Hörmət qazanmaq istəyirsən, hörmət istəməməlisən. Hörmət istəməyəndə hörmətdə olursan. Zəngin olmaq istəyirsən, xərcləməlisən. Təqva nədir? Təqva bu qaydaları tanımaqdır. Bizim bütün mövzularımız bir-birindən əlaqəli olur. Təqvanı təzə bitirdi. Bu da elə təqvaya aid edilə bilər. Təqvaya aid edilə bilər. Allah qanunları belədir. Oğlana, qıza deyir ki, ata-anaya hörmət elə. Ata-anaya hörmət elə ki, rahat yaşayasan. İndi baxın hikmətinə. Oğlan və qız yeniyetmədir, rahat ürək istədiyi eləmək istəyir. Ata-ana da buradan dil eləmə. Bu, ata-anasının sözünün öz rahatlığına zid bilir. Rahat olmaq üçün ata-anaya qulaq asmır. Elə bəlalara düşür ki, heç cür rahatlığa çatmır. Sənə deyir ki, ata-anaya qulaq as. Bəli, sən indi filan şey istəyirsən, ata-ananın sözü səni narahat eləyir. Sən də narahat olmamaq üçün ata-anaya qulaq asmırsan. Yox, belə deyil. Sən indi bu şey istəyirsən, öz rahatlığın üçün nəsə eləyəsən. Ata-ana deyir, eləmə. Bu anda sən onun dediyini eləmə. Bir saniyə narahat ol, sonra görəcəksən ki, strateji mənada, uzun müddətli mənada sən rahatlığa çıxacaqsan. Narahat ol ki, rahat olasan. Rahatlığı Allah narahatlığın içində yüzlədir. Bax, innə mə'al usri yusra. Çətinliyin bətnində rahatlığı qərar verib.
Çətinlikdən sonra bəziləri tərcümə eləyir, səhv eləyir. Deyir, çətinlikdən sonra asanlıq var. Yox, ma'al usri. Ma, yəni onunla birlikdədir. Asanlıq çətinliklə birlikdədir. Çətinliyə tərəf get, içindən asanlıq doğulacaq. Asanlıq çətinliyin bətnində gizlənib. Sözümü bitirirəm. Əzadarlıq qəmdir, elə deyil. Şad yaşamaq istəyirsənsə, Əhl-i Beytə əzadar ol. Təzaddır xeyr. Əhl-i Beytə əzadar olub məclisdən çıxan insanlar şad çıxırlar oradan, hamı təsdiq edilə bilər. Adam deyir, 2 hesablaması nədir? Şad olmaq üçün neynəmək lazımdır? Mahnı qoy oynayaq. Səhər kanalı açırsan, düşüblər oynayırlar. Dəli kimi. Arvadlar, kişilər qarşı bir-birini oynayırlar. Günümüzü pozitiv başlayaq. O da deyir, yox, ölümdən danışma. Səhər indi açılıb pozitiv başlayaq. Pozitiv nədir? Biri oxusun, cəmaat oynasın. Oyna, görsən ki, oynayırsan, sonra görsən ki, mən oynamamışam, ki biləm, amma oynayanlar. Oynayırsa görsən ki, ürəyivə qəm çöktü, narahat çıxdın, narahat ayrıldın oradan. Amma görsən ki, bəzi qəmlər var. Məsələn, İmam Hüseynin qəmi belədir. Bir söz niyə görə? Bir qayda deyim sizə, hansı qəmdəki şəxsi mənafe var, o qəm acı olur. Keçmişdə demişəm, qəmə ego qarışdısa, ego, mənəmçilik, qəm acı olur. İmam Hüseyin qəmi gəlir, neyinir? İmam Hüseyin qəmində mən yoxdur axı. Özünə qəmli deyilsən, axı imama qəmlisən, mən yoxdur. O qəm gəlib ürəyə düşəndə bu acı qəmləri yandırır. Bunlar ki, sənə acılıq verirdi, bunları yandırır, əhatə edir qəlbi. O qəm, acılıq mənbəyi ürəyindən çıxır, sən başlayan şad olmağa. Bu mexanizm belədir. Mexanizm belədir. Bu belə səni şad eləyir. Görür ki, bunun özünün 100 dənə dərdi var, bu oturub İmam Hüseynin balalarına göz yaşı tökür. Allah deyir ki, dərdlərini həll eləyin də. Dərdin fəlsəfəsi bu idi ki, düzəlsin, İmam Hüseyinlə düzəltdi özünü. İmam Hüseyinlə böyüdü. Dərd nə üçün idi, böyütsün bunu? Bu getdi böyüyün qapısına, öz dərdini unutdu, başqasına yandı, böyle böyülüyü göstəricisidir. Və salam, dərd bunun üçün idi, dərdi götürün. Filan qədər problemin görsən İmam Hüseyin məclisindən sonra həll olundu. Həm də şad oldun. Başqaları da qıraqdan baxır, deyib, bunlar ağlaşır, özlərini döyürlər. Bir dənə söz tapırlar, özlərini döyürlər. Özlərini döymək deyil, bu əl hərəkətlərdir, insan sinəsinə aparır, gətirir. Burada özünü döymək deyil bu. Bir hərəkətə 100 cür ad qoymaq olar. Bunun adından elə ad tapır ki, özünü yığışıb döyürlər. Qıraqdan da baxan düşünür, bunlar 21-ci əsrdə özlərini döyürlər. Özünü döymür, gir bura daxil ol, gör nə baş verir burada, nə haldır. Görürsən ki, sən sevinc axtardığın buradadır. Demir, amma sevinç üçün mütləq qəmlənməlisən. Bəzi yerlər var ki, hədislər var ki, bir-birinizdən zarafat eləyin, güldürün. Mənası bu deyil, din deyir, hər yerdə əksini get, yox. Hər yer, amma bəzi belə qaydalar da var. Bəzi yerdə deyir, oturun, deyin, gülün, zarafat eləyin, həddində, qədərində, ürəyiniz açılsın. Peyğəmbər bir nəfər güldürürdü, həmişə onu görəndə sevinirdi. Müjdə verilmişdi ona ki, Peyğəmbəri şad eləmək üçün cənnət sənə vacib oldu. Qəribə zarafatlar ellərmiş, Peyğəmbərin xoşuna gələrmiş. Deyirmiş ki, məni sevindirdin, cənnət sənə vacib oldu. Hədislərdə var ki, cənnətdə bir ev var, Darul Fərəh. Darul Fərəh, yəni şadlıq evi, sevinc evi. Orada deyir, ancaq cəmaatı sevindirənlər. Bunlar da lazımdır, amma bir çox yerlərdə görsən ki, qəm sevinc gətirir.